özündən qat-qat əskik müğənnidən əl açıb pul götürür. O gün mən İslam verilişində dedim, bu nə qədər düzgündür? Yox. Və ona Mən şərait bilirəm yaradılır. siz kimi deyirsiniz. Bax, gəl belə deyək də. Könül Xasiyeva mənim üçün toxunulmaz bir sənətkardır. İnsana Allah imkansızlıqla heç vaxt sınamasın. Bax, insan bəzən pul qazana bilməyəndə... Bax, deyir, o deyir, evlad elə bir şeydir ki, adamı düşman qapısına aparar. Könül Xasiyevanın sənət, quru nəfəsi bu sənətə bir ilhamdır. Bax, vay o haldan ki, sənəti olmayıb, kişi hesabına gəlib bu camiada söz sahibi olanlar, Könül Xasiyevan bir dənə elə, o gecələr muğamı, bilirsiniz nə demək? İnsan var ki, bax, mahnı var ki, oxuyub bir nəfər, nə olsun sənətkar, amma ağzını danışığını bilmir. Mən o qadını şəxsiyyətini sevmirəm, sənətinə baş əyirəm, başqa adamdır ya. Şəxsiyyət olaraq o insanı sevmirəm, çünki əqidəsizdir. Yox, mən onu Könül Bax, mən adını deyim. Amma mən necə Könül xanımdan başqa kimin əlinə pul verim? Yox, siz başa düşmədiniz ki, mən ona şamil eləmirəm. Mən açıq danışıram. Ona o pul verən adamlar ki var, onu reklam xatirinə edirlər.